Choose the correct variant. Doğru variantı seçin. If she hard, she the competition. Biz burada if bağlayıcısına əsasən düzgün zaman uzlaşmasını təyin etməliyik. Və ifin uzlaşmasında biz diqqət edəcəyik ki, özündən sonra indiki sadə zaman yazırıqsa, digər tərəfimizdə biz indiki və yaxud da gələcək zaman uzlaşmasını təyin etməliyik. A variantında works indiki sadə zaman, win də indiki sadə zamandır. Sadəcə ikinci tərəfdə bizim mübtədamız she olduğu üçün üçüncü şəxsin təkində wins deyə qeyd olunmalıydı. B variantında will work və wins gələcək sadə zamanla indiki sadə zaman uzlaşmasıdır. Ancaq ki, burada if bağlayıcısından sonra gələcək sadə zaman işlədə bilmirik deyə yanlışdır. Daha sonra C variantı bizim doğru cavabımızdır. Works indiki sadə zaman üçüncü şəxsin təkində, will win isə gələcək sadə zamandır ki, she ilə willin uzlaşması da doğrudur. O gərgin işləsə, yarışda qalib gələcək. D variantında isə work S qəbul etmədiyi üçün səhvdir və Y variantında worked keçmiş sadə zamanda verilmişdir ki, keçmiş sadə ilə gələcək sadə zaman uzlaşa bilməz. Düzgün cavabımız C variantında qeyd olunmuşdur.